Salam, mənim adım Mahmudlu Elvindir. Mən Humanitar Fənlər Təmayüllü Məktəb liseyində təhsil alıram. Ən sevdiyim fən riyaziyyatdır. Ən sevdiyin fən riyaziyyat. Riyaziyyat, bəli. Niyə riyaziyyat sevirsən Elvin? Onlar maraqlı gəlir. Məsələn, ən sevdiyim mövzu tənvilər, üçbucaqlar mövzulardır. Çox maraqlı gəlir. Neçənci yeri qazandın? Birinci yeri qazandım. Çox qürurludur, hissli. Salamat Tarasel 23 ay tam orta məktəbin 6B sinif şagird Zeynəb Rəsulova. Zeynəb, neçənci yeri qazandın? 3-cü yer, bürünc medal. Necə bir hissi qalib oldu? Möhtəşəm bir hissdir. İnsan həm heyecanlanır, həm də sevinç hissidir. Çətin olmadı ki sənin üçün? Çətin deyildi. Sadəcə diqqətsiz eləməsəydim, daha yüksək yerlərə nail ola bilərdim. Amma səhvlərimizdən öyrənirik həmişə. 95 saylı tam orta məktəbin 7D sinifinin Quliyev Fatih. Neçənci yeri qazandın? 3-cü yer. İnformatika fənni üzrə Respublika fən müsabiqəsində 3-cü yer. Necə bir hissi qalib oldu? Həm gözəldir, həm həyəcanlı. Hansı fəni daha çox sevirsən və niyə Fatih? İnformatika, riyaziyyat bu fənləri sevirəm. Böyük ehtimalla mənim böyük qardaşlarım bu sahədə belə deyim, onlar da bu sahədə məşğul olduqları üçün onların işlədikləri şey mənə daha maraqlı gəlib həmişə. Mən Rəqəmsal Biliklər Liseyinin 8-ci sinif şagirdi Qasımov Zamal. Camal, neçənci yeri qazanmısan? Keçən il təbiət fənnindən bürünc medal qazanmışdım, bu il isə biologiya fənnindən gümüş medal qazandım. Necə bir hissi qalib oldu? Yəni çox qürur verici bir hissdir. Bu qədər şagird arasından burada gəlib qalib ola bilmək həqiqətən çox bizim üçün sevincli bir hissdir. Hansı fənni daha çox sevirsən və niyə? Ən sevdiyim fən biologiya və təbiətdir. Yəni bu fənlər mən uşaqlığımdan bəri ən çox xoşladığım fənlər olmuşdur. Mən Mahirə Bayramlı 70 nömrəli məktəbdə oxuyuram. Kimyadan 2-ci yer gümüş medal qazandım. Gözləyirdinizmi ikinci yeri? Sözün düzü daha yüksək gözləyirdim. Sadəcə bəzi mexaniki səhvlərin nəticəsində 2-ci yer qazandım. Ən çox sevdiyin fən hansıdır və niyə? Keçən ildən ilk dəfə kimyadan başladım. Çünki ilk kimya dərsi 7-ci sinifdə olub və həmin o vaxtdan bəri ən çox sevdiyim fən elə kimyadır. Mən Bakı Atatürk Liseyinin şagirdi Həqiqət Məmmədli. Neçənci yeri qazandın? Birinci yer. Qalib olmaq necə bir hiss həqiqət? Yaxşı bir hissdir, adam qürurlanır, fəxr edir özündən. Ən çox sevdiyin fən hansıdır və niyə o fənni sevirsən? Riyaziyyat çünki maraqlıdır və hər bir iş üçün, peşə üçün lazımlı bir fəndir. Mən İsmailzadə Leyla, 13 nömrəli tam orta məktəb şagird. Leyla, neçənci yeri qazandın? Birinci yer. Qalib olmaq necə bir hiss? Qəşəng, yaxşı. Həyəcan, sevinç və qürur. Gördüyünüz bu şagirdlər Respublika fən müsabiqələri və Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadasında yüksək nəticə göstərən qaliblərin yalnız bir hissəsidir. Bu yarışmada yalnız bilik deyil, məntiqi düşünmə, analitik yanaşma və problem həll etmə bacarıqları da sınağa çəkilib. Sonda isə ən yüksək nəticə göstərən iştirakçılar qalib adını qazanıblar. Elə çıxış edənlər də bu müsabiqələrin şagirdlərin intellektual potensialının üzə çıxarılmasında və elmə marağın artırılmasında mühüm rol oynadığını qeyd ediblər. Vurğulanıb ki, Respublika fən müsabiqələri və Lütfüzadə adına olimpiyada məntiqi düşünən, analitik yanaşan gənclərin yetişdirilməsinə xidmət edir. Burada Bakı şəhəri üzrə 133 nəfər Respublika fən müsabiqələrin qalibi və 29 nəfər Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiyadasının qalibləridir. Hər bir şagirdimizi ürəkdən təbrik edirik. Bildiyiniz kimi Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, Məktəbə qədər və Təhsil üzrə Dövlət Agentliyi hər bir şagirdi bu tipli müsabiqələrdə, olimpiyadalarda iştirakını dəstəkləyir və biz çox sevinirik ki, ildən ilə olimpiyadalara, müsabiqələrə, elmi araşdırmalarına şagirdlərimizin marağı artır və hər il şagirdlərin, iştirak edən şagirdlərin sayı çoxdur və qaliblərin sayı da buna görə çox artır. Biz hər bir şagirdimizə uğurlar arzulayırıq. Gələcəkdə ümid edirik ki, onların adlarını biz artıq Respublika fən olimpiyadalarında və beynəlxalq olimpiyadalarında eşidəcəyik. Sonda yüksək nəticə göstərən şagirdlər diplom, medal və hədiyyələrlə təltif olunublar.